Bismillahirrahmanirrahim. Değerli izleyiciler, əziz həmvətənlər. Bilirsiniz ki, biz artıq Ramazan ayının son 10 gününə içərisindəyik və artıq Ramazan ayı yekunlaşmaq üzrədir. Və qarşıda bizim edəcəyimiz ibadətlərdən biri də, ən əsaslardan biri də fitrə zəkatının çıxarılmasıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm fitrə zəkatını hər bir oruç tutanın etdiyi nöqsanların bağışlanması üçün bir kəfarə etmişdir. Yəni, fitrə zəkatını çıxartmaqla biz oruç zamanı yol verdiyimiz səhvlərin kəfarəsini ödəmiş oluruq. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, hər bir həddi buluğa çatan müsəlmana fitrə zəkatını çıxartmaq vacibdir. Və fitrə zəkatı kimə aiddir? Fitrə zəkatını təbii ki, əlində imkanı, pulu olan, yəni evində, ailəsində ən azı heç olmasa bir günlük qidası olan insan fitrə zəkatını çıxartmalıdır. Kimin əvəzinə çıxartmalıdır? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub ki, hər kəsin əvəzinə, ev əhlinin hamısının əvəzinə, hətta az yaşlı uşaqların əvəzinə belə fitrə zəkatını çıxartmaq lazımdır. Nə qədər miqdarda olmalıdır fitrə zəkatı? Fitrə zəkatı hər adam əvəzinə 2,5 kiloqram məhsul olmalıdır. Hansı məhsullardan olmalıdır? Gündəlik ərzaq məhsulları. Yəni o məhsullar ki, sənin yaşadığın yerdə insanların əsas qida məhsulları sayılır. Yəni bu, məsəl üçün, qreçka, makaron, vermişək, düyü, ət və s. bu kimi məhsullar, hansı ki, insanların ona hər gün tələbatı var, ehtiyacı var. Amma kimsə desə ki, məsələn, mən buğday ilə çıxartmaq istəyirəm, arpa ilə çıxartmaq istəyirəm. Yox, bu məhsullarla çıxartmaq düzgün deyil. Çünki bugün bizim cəmiyyətimizdə heç arpa və ya buğday yeyib dolanmır. Amma un ilə, əgər həmin ailə, kasıblar undan məhsullar bişirirlərsə, onu da çıxartmaq olar. Kimlərə fitrə zəkatı düşmür? Fitrə zəkatı kimlərə düşmür? O kəslər ki, özlərinin ehtiyacı var. Yəni, evlərində bir günün məhsulu yoxdur. Əgər insanın evində bir gün ərzağı yoxdursa, onlara fitrə zəkatı düşmür. Fitrə zəkatını pul ilə çıxartmaq olarmı? Fitrə zəkatını pul ilə çıxartmaq olmaz. Çünki pul çox saylı ehtiyacları qarşılayan bir vasitədir. Amma fitrə zəkatı isə məhz ərzaq məhsulları, qida məhsullarına köklənmişdir deyə, ona görə deməli, fitrə zəkatını pul ilə çıxartmaq olmaz.